Xəmiri xırçıltılı, əti sulu, çox ləzzətli lahmacun hazırlayaq. 2 stəkan su, 1 yemək qaşığı duz və unu hissə-hissə əlavə edib ələ yapışmayan hamar xəmir yoğuraq. Üzərini örtüb ən az 20 dəqiqə gözlədək. Bu arada içliyi hazırlayaq. Reseptlə bağlı bütün detalları videonun açıqlama hissəsində oxuya bilərsiniz. Yarım kilo orta yağlı qiyməyə 3